Esselamu aleykum və rəhmətullahi və barakatuhu. Əziz qardaşlar, şükür ibadəti əzəmətli ibadətdir. Dinin bir yarısı şükürdür, bir yarısı səbirdir. Yəni şükür əzəmətli ibadətdir. Allah subhanahu və teala bizlərə özünə şükür etməyi əmr edib. وَشْكُرُوا لِي وَلَا تَكْفُرُونَ Mənə şükür edin, nankörlük etməyin, küfür etməyin. Həmçinin Allah subhanahu və teala buyurur وَاِنْ تَشْكُرُوا يَرْضَهُ لَكُمْ Şükür etsəniz Allah sizdən razı qalar. Yəni şükür Allahın rizasını qazanmaq üçün əzəmətli ibadətdir. Lakin insan necə şükür edib? İmam İbn Qeym rahimehullah Mədaricü Səlikin kitabında buyurur ki, Allah subhanahu və teala sevir bəndəsindən ki, onun verdiyi nemətləri müşahidə etsin öz üzərində, görsün, yəni unutmasın. Bir çox insanlar var ki, onun üzərində nemətlər çoxdur, lakin müşahidə etmir, görə bilmir. Allah sevir bəndəsindən ki, sən müşahidə edəsən onun nemətlərini öz üzərində və etiraf edəsən. Allahım, sən vermisən. Bu ikinci və o nemətə görə səna edəsən, həmd edəsən Allaha, tərifləyəsən Allahı o nemətə görə. Allah subhanahu və teala bunu öz bəndəsindən sevir. Bu məsələyə diqqət edin.